Herkese selam arkadaşlar. arkadaşlar. Bugün arkadaşlar yatmamıştan qabaq anam sizə və bizə Zehra'nın nağılını danışacaq. 1, 2, 3, gidelim. Salam mənim gözəl balalarım. Hər birinizi bağrıma basıram. Hazırsınızsa, sizə xəyallarınızın o tərəfində yerləşən bir ölkədən və o ölkəyə səyahət edən balaca Zəhradan danışacağam. Biri vardı, biri yoxdu. Uzaq diyarların birində çox ağıllı, ürəyi təmiz və gülərüz Zəhra adında bir qız yaşayırdı. Zəhranın ən böyük hobbisi pəncərənin önündə oturub göydəki buludları izləmək idi. Bir axşam günəş batarkən buludlar çəhrayı və qızılı rəngə boyanmışdı. Zəhra pıçıldadı. Kaş ki o yumşaq buludlara toxuna bilsəydim. Elə o an otağına pambıq kimi apap-bağ balaca bir quş uçub gəldi. Bu adi quş değildi, o pambıq buludlar ölkəsinin elçisi idi. Quş dedi, Zəhra, sənin qəlbinin təmizliyi göylərə çatdı. Gəl mənimlə, sənə möcüzələr ölkəsini göstərim. Zəhra gözlərini yumub açdı və bir də gördü ki, ayaqlarının altında yer yox, yumşaq, apap-bağ pambıqlar var. Amma bu pambıqlar adi değildi. Hər addım atdıqca sanki trambolində tullanırmış kimi onu yuxarı qaldırırdı. Pambıq buludlar ölkəsi o qədər gözəl idi ki, ağacların yarpaqları nanəli şirniyyatdan, çaylar isə gümüşü parlaq sudan ibarət idi. Burada buludlar fərqli şəkillərdə idi. Kimi filə bənzəyirdi, kimi isə bir qalaya. Zəhra irəlilədikcə qarşısına bu ölkənin keşikçisi olan Nur Baba çıxdı. Nur Babanın uzun ağ saqqalı və nurlu bir üzü vardı. O Zəhraya dedi, xoş gəldin qızım Zəhra. Bu ölkədə hər şey sevgi və xoş sözlərlə canlanır. Əgər bir uşaq yerdə mehriban olsa, buradakı buludlar daha da parlayar. Amma bəzən buludlarımız rəngini itirir, çünki uşaqlar təşəkkür etməyi və paylaşmağı unudurlar. Zəhra biraz irəlidə bozarmış, kədərli bir bulud gördü. Nur Baba dedi, bu təşəkkür bulududur. İnsanlar bir-birinə sağ ol deməyəndə, Allahın verdiyi nemətlərə şükür etməyəndə bu bulud solur. Zəhra dərhal buludun yanına qaçdı. Onu qucaqladı və ürəkdən dedi. Məni bura gətirdiyin üçün sənə təşəkkür edirəm, gözəl bulud. Mənə bu gözəllikləri göstərən Allaha şükür edirəm. O dəqiqə bulud parıldamağa, gümüşü rəngə boyanmağa başladı. Zəhra anladı ki, gözəl sözlər və şükür etmək ən böyük sehirdir. O bütün günü pambıq buludlar ölkəsində gəzdi, ulduzlarla gizlənpaç oynadı, ayın şüalarından sürüşkən düzəldib sürüşdü. Amma ən əsası, Nur Babadan hər kəsə kömək etməyin nə qədər vacib olduğunu öyrəndi. Axşam düşəndə Nur Baba Zəhraya bir ovuc pambıq bulud verdi və dedi, bunu apar, yastığının altına qoy. Hər dəfə yaxşılıq edəndə bu pambıq səni yuxuda yenidən bura gətirəcək. Zəhra gözlərini açanda öz çarpayısındaydı. Amma otağında hələ də həmin pambıq buludun şirin qoxusu vardı. Bəs belə mənim əzizlərim, Zəhranın səyahəti bizə çox vacib bir şeyi öyrətdi. Bizim ürəyimiz də pambıq buludlar ölkəsi kimidir. Əgər biz ətrafımızdakılara qarşı mehriban olsaq, böyüklərimizin sözünə qulaq assaq, oyuncaqlarımızı dostlarımızla paylaşsaq, ürəyimiz həmişə işıq saçar. Heç vaxt çox sağ ol, zəhmət olmasa deməyi unutmayın. Çünki bu sözlər ən qaranlıq buludları belə işıqlandırır. Hər zaman şükür edin ki, qəlbiniz Zəhranın buludları kimi yumşaq və huzurlu qalsın. Mənim mehriban və gözəl Allahım, sən bizi, rəngarəng çiçəkləri, göydəki pambıq buludları və parlayan ulduzları yaradansan. Sən uşaqları çox sevirsən, biz də səni çox sevirik. Allahım, bizə balaca Zəhranın ürəyi kimi tərtəmiz, yumuşaq və işıqlı bir ürək ver.
Bizə kömək et ki, həmişə doğru danışaq, oyuncaqlarımızı dostlarımızla paylaşaq və heç kimi incitməyək. Bizə verdiyin dadlı yeməklər, bizi qucaqlayan anamıza, atamıza və bütün sevdiklərimizə görə sənə çoxlu təşəkkür edirik. Ey Rəbbimiz, gecə yatanda bizi və dünyadakı bütün uşaqları qoru. Yuxularımızı pambıq buludlar ölkəsi kimi şirin və huzurlu et. Səhər oyananda isə üzümüzdən gülüşü, qəlbimizdən sevgini əskiy etmə. Həmişə sənin istədiyin kimi mehriban və ağıllı uşaqlar olmaq üçün bizə nur ver. Amin. 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 Bay bay arkadaşlar. Sabah soldan çıkan videoları izlemeyi unutmayın. Kendinize iyi bakın. Görüşürüz. Bay bay.